Salam əziz şagirdlər, əziz müəllimlər. Yenidən YouTube kanalında görməyə şadam hər birinizi. Deməli, Nəsimi yaradıcılığı ilə davam edək. Növbəti videomuz İmadəddin Nəsimi yaradıcılığı haqqında olacaq. Deməli, İmadəddin Nəsimi yaşadığı dövrə elə bir dövrə təsadüf edir ki, Azərbaycanda ictimai-siyasi vəziyyət bir o qədər də sabit deyildi. Çünki həmin dövrdə, yəni 14-cü əsr, 15-ci əsrdə, 13-14-cü əsrlərdə daha doğrusu Toxtamışın hücumuna məruz qalmışdı. Bir tərəfdə Monqolların hücumuna məruz qalmışdı, Teymurilərin hücumu. Yəni bütün bunlar Azərbaycanın ictimai-siyasi vəziyyətində olan gərginliyi daha da artırdı. Yəni sabitlik pozulurdu da, belə deyək. Və insanlar digər tərəfdən də insanlar bu azğın kütləyə qarşı mübarizə aparmaq üçün onlar bir məzhəb altında birləşməyə meyl göstərdilər və Nəsimi ustadı Nəiminin təsiri ilə deməli yaxın və orta şərqdə geniş yayılan bir təriqət var idi ki, hürufilik təriqəti idi. Bu təriqətin yəni əsas banisi olan Nəimi və eləcə də onun müridləri, davamçıları, yəni hürufiliyə görə insanları vahid bir birlik altında, yəni insanlar Allahla insan arasında olan o əlaqəni qorumaq üçün məhz hürufilik dininə tapınırdılar. Hürufilik ideologiyasına, din deyildi hürufilik, ideologiya. Yəni onlar hürufiliyə görə Allah insandan qopub ayrılan bir parçadır da, belə də. Yəni insan Allahın bir zərrəsidir. Və Nəsimi əvvəlcə deməli sufilik təriqətinə üstünlük verir. Düzdür, say etibarilə hürufilik şeirlərlə müqayisədə sufi şeirləri azlıq təşkil edirdi. Amma daha sonra Nəimindən təsirləndikdən sonra hürufilik şeirləri say etibarilə çoxdur. Və deməli Nəsimi yəni həyata bir o qədər düşünmürdü, ona görə həyatın üzərində çox qalmaq istəmirəm. Yəni birinci yaradıcılığın sufizm ideyaları yazıb, sonra hürufilik ideyalarına üstünlük veribdi və 1417-ci ildə Hələb şəhərində vəfat edib. 1369-da doğulub, 1417-də də Hələb şəhərində, yəni Cavankən dünyadan köçübdür. Yaradıcılıqda yalnız lirik növdə yazıbdı, epik dramatik növdə əsərlərini görə bilmirik. Əsərlərini yalnız lirik növdə yazıbdı, əruz vəznində yazıb, heca vəznində yazmayıb, yalnız lirik növdə yazıb, yalnız əruz vəznində yazıbdı və hər üç dildə yazıb, həm ana dilində, həm ərəb dilində, həm fars dilində. Və onun bədii irsinə qəzəlləri, qəsidələri, tuyuq, rübailəri, müstəzadları mühüm yəni yer tutur. Bir də təkrar deyirəm, Nəsimi yalnız lirik növdə yazıb, yalnız əruz vəznində yazıb, farsça yazıb və nəsrlə yazmayıb, yalnız nəzmlə yazıb. Görürsünüzmü? Qəzəldir, qəsidədir, hamısı klassik şeir janrından istifadə edib. Ədəbiyyatımızda müstəzad janrını məhz Nəsiminin adı ilə bağlayırıq. Ana dilli fəlsəfi şeirin əsasını qoyub, yəni fəlsəfi şeir deyəndə ağla gələn ilk Nəsimi olur. Və onun şeirlərində, müxtəlif şeirlərdə həm şeirlərini bənd şəklində, həm də beyt şəklində istifadə etdiyini görə bilirik. Məsələn, rübailərinin bənd şəklindədirsə, tutaq ki, qəzəli qəsidəsi beyt şəklində idi. Və şeirləri iki qrupa bölünür, iki qismə ayırmaq olar. Təriqət şeirləri və dünyəvi şeirləri. Təriqət şeirlərində, onun təriqət şeirlərində yəni dinin məhfum daşıyırdı. Və Nəsimiyə görə əsas dedik, bayaqlarımız qeyd etdiyimiz kimi sufi şeirlər üstünlük təşkil edirdi. Birinci sufi şeirləri yazıb, amma üstünlük təşkil etmirdi daha doğrusu sufi şeirləri. Əsas hürufi şeirlər üstünlük təşkil edirdi. Yəni sufi ideologiyaların təbliğinə həsr olunan şeirləri hürufi şeirlərindən az idi. Hürufi şeirləri daha çox idi. Və onun şairin həm doğma türkcəmizdə, həm də fars dilində yazdığı şeirlərin böyük bir qismi hürufilik ideyalarının təbliğinə həsr olmuşdu. Yəni önəm vermişdi. Dedik ki, Nəsimi yaradıcılığında şeirləri iki qrupa bölünür. Təriqət şeirləri və dünyəvi şeirləri. Bəs necə yadımızda saxlayırıq? Təriqət şeirlərində adların belə yadınızda saxlayın da. Bax, söz sığmazam mənəm mən, daim haq söylərəm, haqdan üçün mən sormuşam. Mərhaba insan kamil canımın cananız. Bax, bu şeirləri necə yadımızda saxlamaq olar? Yadınızda qalsın. SMS, MMS kimi yadınızda saxlayın. Söz sığmazam, görürsünüz, s hərfi ilə başlayır. Mənəm mən, bir də mənsur olmuş. Daim mən haqq söylərəm, haqdan üçün mənsur olmuşam, qısaldıb mənsur olmuşam kimi yadınızda saxlayın. Bir də mərhaba insan kamil canımın cananəsi. Gördünüz, hamısı M hərfi ilə, üçü M hərfi ilə oldu, ikisi S hərfi ilə oldu. Söz, sığmazam, mənəm mən, daim mən haqq söylərəm, haqdan üçün mənsur olmuşam. Bir də mərhaba insan kamil canımın cananəsi. Bunların hansı mövzudaydı? Təriqət mövzusular, yəni dini mövzudaydı. Bir də təkrar deyirəm, necə yadımızda saxlayırıq? SMS, MMS baş hərfləri ilə belə yadınızda saxlayın. Söz, sığmazam, mənəm mən,
Daimən əlhəq söylərəm, həqdən ötürü mənsur olmuşam da, mənsur olmuşam kimi yadınızda saxlayın. Bir də mərhaba insan kamil, canımın cananəsi. Və bu şeylərdə deməli təriqət mövzusunda üstünlük təşkil edirdi və hürufilik termininin və anlayışında xeyli bu əsərlərində görə bilirik və şairin şeirlərində əsl mətləbin başa düşülməsini asanlaşdırır. Deyir, çün bizə məlum olubdur məni ümmül kitab, arifəm səmmə sığmaz zahidən əfsanəsi. Yəni ümmül kitab deyəndə burada onun Quranın Fatihə surəsi nəzərdə tutur. Məsələn, Sovet dövründə Nəsimini Allahsız ateist adlandırdılar. Amma əslində elə əsl din adamı, əsl yəni Allaha tapınan bir insan idi Nəsimi. Yəni Sovet dövrü onu dinsiz kimi, ateist kimi təqdim edirdi. Görürsünüzmü? Hətta Quranın Fatihə surəsi anlamını göstərən bu deyir ki, çün bizə məlum olubdur məni ümmül kitab, arifəm, səmimə sığmaz Zahidin əfsanəsi. Yəni o qədər zəkalı insanam ki, Zahidin boş-boş danışıqları deyir məni ilgiləndirməz. Nəsiminin təriqət şeirlərində insanı həm ilahi, həm də bəşəri keyfiyyətlərə malik olub, öz gücü və ucalığı ilə seçilir. Deməli, təriqət şeirlərində insanın həm ilahi, həm də bəşəri keyfiyyətlərə malik olduğu vurğulanır. Nəsiminin ikinci qism şeirləri, bayaqlarını vurğuladıq, dedik ki, Nəsimi iki qrupa bölünür də, yaradıcılıq şeirlər, təriqət şeirləri və dünyavi şeirlər, gördüyünüz kimi. İndi təriqət şeirlərini bildik, esimiz, imimiz kimi yadımızda saxladıq. Bəs bu dünyavi şeirlər hansılardır? Bunu ney şəklində yadınızda saxlayın. Neylərəm, etməgil, yanaram. Bu şeirlərin baş hərflərini götürürsünüz, ney. Yəni bu şeirlərdə necə mövzu, nə olar? Dünyavi şeirlərdə məhəbbət və gözəlliyin təsvirinə həsr olunan, ictimai fəlsəfi məzmun daşıyan, təbiətə həsr olunan şeirlər idi də, düzdürmü? Bunları necə yadınızda saxlayın? Sevən adam nə olur? Sevən adam alışır, yanır. O neyin səsi insanı necə yandırır, düzdür? Necə yanıqlı səsdir, ney, musiqi alətin səsi. Məhəbbətin tərənnümünə həsr olunan şeirlərində neylərəmin nası, etməgilən esi, yanaramın yılsını birləşdirib yadınızda belə saxlayın ki, ney kimi. Ney. Ney musiqi aləti insanın necə insanın mənəvi insanı elə sanki içindən yandırır. Məhəbbət də insanı belə alışdıran bir ülvi hissdir də. Belə yadınızda saxlayın. Neylərəm, etməgili, yanaram məhəbbət mövzusundaydı. Təriqət şeirləri hansılar idi? Təriqət şeirlərin dini şeiri, təriqət dini şeirləri. SMS, imimiz kimi söz sığmazam. Daha sonra mənəm mən, daimən əlhəq söylərəm, həqdən ötürü mənsur olmuşam. Bir də mərhaba insan kamil, canımın cananəsi. Bunlar məhəbbət mövzusundaydı. Neylərəm, etməgili, yanaram da dünyavi şeirlərindən idi. Düşünürəm ki, başa düşdük. Sonra təriqət şeirlərində yar dilbər ilahi gözəlliyə bağlıdırsa, bu qəzəllərdə tərənnüm olunan sevgili məbud Adəm övladıdır. Yəni real qız. Yəni məhəbbətdə real insan gözəlliyi təsvir olunurdu. Düşünürəm ki, aydın oldu burada. Sonra onun deməli, məşuqənin zahiri gözəlliyini təsvir edən şeirlərinə, yəni bunlar da dünyavi şeirlərinə aiddir də. Düşdü yenə dəli könlüm gözlərinin xəyalına, əcəba huri üzlü, məhri bədri ya pərimi. Bu şeirləri məşuqənin, yəni xanımın zahiri gözəlliyinin, daxili gözəlliyinin yox, zahiri gözəlliyinin təsvirinə həsr olmuş şeirləri idi. Yəni bu şeirdə daha çox həyati, gerçək, gözəl tərənnüm obyekti olaraq götürülmüşdür. Yəni buradakı bu gözəl ilahi gözəl deyildi, real gözəl idi. Və Nəsiminin dünyavi şeirlərinin bir qismi ictimai fəlsəfi məzmun daşıyır. Dedik axı, Nəsiminin yaradıcılığında şeirlər necə qrupa bölündü? İki qrupa bölündü. Dünyavi və dini şeirlər. Dini şeirlər hansılar? Təriqət mövzusunda olanları SMS, MMS kimi yadımızda saxladıq. Dünyavi şeirlərində məhəbbət mövzusu var idi. Məhəbbət mövzusunda necə yadımızda saxladıq? Ney kimi? Neylərəm, etməcid, yanaram. Dedik ki, bu məhəbbət mövzusundaydı. Yəni hansı qrup şeirləri idi? Dünyavi şeirlər idi. Yəni sevən adam dünyavi şeirdir, realdır. Aydın oldu mu necə? Sonra gözəlin zahiri gözəlliyini təsvir edən, düşdü yenə dəli könlüm gözlər. Bir gözəl qızı görürsünüz, onun deyirsən ki, düşdü yenə dəli könlüm gözlərini xənd. Qızın gözləri gözəldir, yadınızda belə məntiqdən saxlayın. Bir də əcəba, bu qız o qədər gözəl olur, deyirsən ki, əcəba huri üzlü, məhər bədir ya pərimi? Yəni qızı pəriyə bənzədir də. Real gözəlin, zahiri gözəlliyini təsvir edir. Aydın oldu? Sonra dünyavi şeirlərində ictimai fəlsəfi məzmunlu şeirlərdə mühüm təşkil edir ki, burada şairin müxtəlif mövzularda yazdığı bütün əsərlərdə fəlsəfi fikir, ümumiyyətlə fəlsəfi fikir, fəlsəfi şeir, biz ana dilli fəlsəfi şeirin məhz Nəsiminin adı ilə bağlayırıq. Daha sonra nə deyə bilərik?
deməli qəzəllərində dünyəvi gözəlliyin təsvirinə həsr olunan şeylər də mühüm yer tutur. Daha sonra Nəsiminin yaradıcılığının əsas belə deyək də bir şedevr əsəri Sığmazam qəzəli. 9 beytdən ibarətdir bildiyiniz kimi, qəzəl janrında yazılıbdır. Fikirlərini hökm şəklində deyir. Əruzun rəzəc bəhrindədir. Yəni daha sonra lirik qəhrəmanın monoloqu təsiri bağışlayır bu əsər bizə. Rəcəz bəhrində yazılıb dediyimiz kimi, müəllifin dünya görüşünü ifadə edən təriqət şeirlərindəndir. Fikirlərini qətiyyətli şəkildə deyir. Yəni fikirlərinə hər hansısa bir, necə deyim, fikirlərinə əmin şəkildə çıxış edir də lirik qəhrəman. Və lirik qəhrəmanın monoloqu təsirini bağışlayır bu şeir, bu qəzəl. Və qəzəldə hürufilik düşüncələri öz əksini tapıb, sufizm yox ha, hürufilik görüşlərini əks edib. Gəlin bir baxaq. Deyir ki, məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər laməkan mənəm, kövnü məkana sığmazam. Gördüyünüz kimi qəzəlin yəni hər beytin sonunda deməli izahı verib. Deyir, iki cahan, maddi və mənəvi məndə sığmış, mən isə dünyaya sığmıram. Yəni, maddi cahan deyəndə yaşadığımız cahan, mənəvi cahan isə bizim ruh aləmimizdə, yəni bu nəzərdə tutur. Deyir, məkansız gövhərəm ki, mən varlığa və məkana sığmazam. Ərş ilə fərş kafinun məndə bulundu cümləçun, kəs sözünü və əfsəm ol, şərh-ü bəyana sığmazam. Yəni, burada demək istəyir ki, yer, göy, kaf və nun hamısı məndə tapılıb. Yəni, Allah bir dəfə ol deyib, dünya olub da, belə deyək. Kövnü məkandır ayətim, zati düdürür bidayətim. Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. Varlıq yer əlamətimdir. Başlanğıc varlığımız sahibi olan zat ilə bağlıdır. Sən məni bu nişanla tanı və bil ki, mən bu nişana sığmaram. Kimsə gümanı zənni ilə olmadı həqqi ilə biliş, həqqi bilən bilir ki, mən zənni gümanə sığmazam. Deyir ki, heç kimsə güman və zənn ilə haqqı bilib tanımadı. Haqqı, həqiqəti, mənim həqiqətimi bilən, mənim güman və zənnə sığmayacağımı bilir. Gənc niham mənəm mənuş, eyni əyan mənəm mənuş, gövhər ikan mənəm mənuş, bəhrəv kanə sığmazam, gizli xəzinə mənəm deyir. Görünənin deyir, gözü mənəm artıq, mədənin gövhəri mənəm artıq, dənizə və mədənə sığmaram. Daha sonra deyir ki, daha sonra növbəti hissəyə baxaq. Zərrə mənəm, günəş mənəm, çar ilə pəndişeş mənəm, surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Bir zərrə mənəm, günəş mənəm, 4 ilə 5-6 mənəm. 4 deyəndə yəni bu ünsürlər nəzərdə tutur. Od, su, hava, torpaq. 5 deyəndə də duyuq orqanlarımızı nəzərdə tutur. 6 deyəndə tərəflərimizi, yəni yuxarı, aşağı, sağ, sol, ön, arxa. Deyir, bu anlama gəlir. Deyir ki, zərrə mənəm, günəş mənəm, çar ilə pəndişeş mənəm, surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Deyir, anladılan bir surət gör, çünki bəyana sığmıram. Zat iləyəm, sifat ilə, qədr iləyəm, bərat ilə, gül şəkərəm, nəbat ilə, bəstə dəhanə sığmazam. Deyir, sifətlərlə birlikdə zat iləyəm, bərat gecəsi ilə birlikdə qədr gecəsi iləyəm. Bərat gecəsi bu Ramazan ayından əvvəlki Şaban ayının 15-ci gecəsidir ki, o qədr gecəsindən də fəzilətli aydır. Bərat gecəsi ilə birlikdə qədr gecəsi iləyəm deyir. Şəkər bitkisi ilə gül mürəbbəsiyəm, qapalı ağza sığmaram. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, ruhu rəvan bağışlaram, ruhu rəvana sığmazam. Deyir, günəş mənəm, ay mənəm, bal ilə şəkər mənəm, axıcı ruh bağışlaram, axıcı ruha sığmaram. Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, bundan oludur ayətim, ayət şanı sığmazam. Deyir, bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm. Yəni, Haşimi Qureyşi bu Məhəmməd Peyğəmbərin nəslinin, qəbiləsinin aid olduğu, yəni deyir ki, Məhəmməd Peyğəmbərdən də uludur da ayətim. Və belə. Fikirlərini hökm şəkildə dedik, əruz vəznindədir, rəcəz bəhrindədir, müəllifin dünya görüşünü ifadə edir. Məhəbbət mövzusuna burada görmürük, məhəbbət mövzusuna şeir deyir. Məsələn, testdə düşür ki, burada üzr istəyirəm. Deyir ki, məsələn, cisminin soyulması ilə bağlı məsələlər toxunur. Burada cisminin soyulması bu əsərdə görmürük. Biz Ağrımaz qəzəlində. Nəsə deyir ki, Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar, gör bu gerçək aşıqı sərpa soyarlar Ağrımaz. Bu başqa qəzələ aid, Ağrımaz qəzəlinə aid, Sığmazam qəzəlinə aid deyil. Sonra lirik qəhrəman öz adını çəkir, amma özünə müraciət etmir. Rəcəz bəhrində idi, əruz vəznində idi, beyt şəklindədir, deməli, rədf əsasında adlanıbdır. Daha sonra, belə, düşünürəm ki,
Düşünürəm ki, deyiləcək başqa bir şey qalmadı. Düşünürəm ki, sizin üçün aydın izah etməyə çalışdım. Gəlin bir də ümumiləşdirək. Ümumiyyətlə Nəsimi yaradıcılığını. Dedik ki, Nəsimi yaradıcılığı elə bir dövrə təsadüf edir ki, Azərbaycandakı ictimai-siyasi vəziyyət, ümumiyyətlə tarixdə olan hadisələr istər-istəməz ədəbiyyata da sirayət edibdir. O dövrdə də Azərbaycan Toxtamışın hücumuna məruz qalırdı, bir tərəfdən Monqolların hücumuna məruz qalırdı, bir tərəfdən Teymurilərin hücumu. Yəni ictimai-siyasi vəziyyət gərgin idi. Və o zaman İmadəddin Nəsimi yaradıcılığına da bu təsirsiz ötüşməyibdir. Nəsimi birinci sufi şeirlərinə üstünlük təşkil edirdi, daha sonrası hürufi şeirlər. Amma hürufi şeirləri sayca sufi şeirlərindən çox oldu. Şeirləri deməli, ümumiyyətlə yalnız lirik növdə dedik yazdı, yalnız lirik növdə yazıb, yalnız nəzmlə yazıb, poema müəllifi deyil, nəsrlə yazmayıb, ana dilində, ərəb dilində, fars dilində yazıbdı, yalnız lirik növdə yazıbdı, yalnız əruz vəznində yazıbdı. Məsələn, testdə düşdük ki, yalnız beyt şəklində yazıb, yanlışdır. Çünki bənd şəklində də yazıb. Həm bənd, həm beyt şəklində yazıbdı. Ana dili fəlsəfi şeir məhz Nəsiminin adı ilə bağlıdır. Şeirlərdə də təriqət və dünyəvi şeirləri bölünürdü. Təriqət şeirləri dedik, SMS, MMS kimi yadımıza saxlayırıq. Söz sığmazam. İndi deyərsin mənim SMS, MMS nədir? Yəni bu sözlərin, şeirlərin baş hərfindən yadınıza saxlayın da. Söz sığmazam, mənəm mən. Daimən əl-haq söylərəm, həqdən üçün mənsur olmuşam. Bir də mərhaba insan kamil canının cananəsi. Bunlar dini mövzudaydı. Daha sonra ikinci qrup dünyəvi şeirlərdir ki, dünyəvi şeirlərində də biz real gözəlin təsvirini həsr etdiyini görürük, real gözəlliyini görürük, məhəbbət mövzusunu görürük. Məhəbbəti necə yadımıza saxladıq? Neyin səsi necə yanıqlıdır? Məhəbbət də insanı elə yandırır. Neylərəm, etməkil yanaram. Bunların baş hərflərindən ney musiqi alətinin adı ilə yadınızda saxlayın. Sonra real gözəlin təsvirini həsr olunduğu, real gözəlin, zahiri gözəlliyin təsvir etdiyi, əcəba bu huri üzlü, bədri yapərimi, bir də düşdü yenə dəli könlüm gözlərinin xəyalına. Bu məşuqənin zahiri gözəlliğini təsvir edirdi. Daha sonra isə dedik ki, onun dünyəvi şeirlərində yəni dünyəvi şeirlərin bütün ümumiyyətlə Nəsiminin yaradıcılığında fəlsəfi fikir mühüm yer tuturdu. Dünyanın dərk edilməsi ilə bağlı düşüncələr, dünyanın faniliyi və faslılığından şikayət, rəziliyi özünə peşə salanlara, peşə edənlərdən narazılıq öz əksini tapırdı. Hətta onun bir alınan sözünün cinas qafiyəsindən istifadə edib belə bir şeir var. Deyir ki, yoxdur vəfası dünyanın, aldanma anın alına, rəngindən olduğun münəfil hər kim boyandı alına, arısı yalandır saqın dadlısına, aldanma kim, acıdır anın şəkəri, ağı qaçışmış balına. Sonra Sığmazam qəzəlini görürük. Sığmazam ölümündə yazmayıbdı. Ölümündə son anda yazdığı ağrımaz idi. Sığmazam əruz vəznində idi. Nəsimi dünya görüşünü əks etdirirdi. Daha sonra dedik ki, fikirlərini hökm şəklində deyir. Fikirlərini deməkdə qətiyyətlidir. Adını çəkir, amma özünə müraciət etmir. Rəcəz bəhrində idi, əruz vəznində idi. Məhəbbət mövzusu yoxdur. Sonra lirik qəhrəman öz adını çəkir, amma özünə müraciət etmir. Fikirlərində doğru olduğuna əmindir. Hökm şəklində dilə gətirir, güman şəklində fikirlərini dilə gətirmir. Bəyan edir ki, iki cahana, maddi və mənəvi aləmə sığsa da özü bu aləmə sığmır. Düşünürəm ki, bu qədər.